deyəndə ki, baxma o yana, bu yana, onun, bunun, məsələn, namusuna olmaz, mömin haramdır insan, olmaz, günahdır. Niyə? Boşuna deməz ki, baxış formadır. Göz baxır obyektə, tutur, şəklini çəkir, atır beyinə, beyin düşünür, ötürür əxlaqa və sən formalaşırsan. Qidada belədir, dindirik, məsələn, filan dinləmək, filan tərzi dinləmək haramdır. Niyə? Çünki o təsir edəcək, onun etdiyi keyfiyyət səni formalaşdıracaq. Əgər o yanlışdırsa necə? Əgər onun dediyi tərz, cümlə, ifadə, avaz və s. ritim, akustika Allah höccətinin dediyinə ziddirsə necə? Zid gələcək, ziddiyyət formalaşdıracaq səndə. Həyata bir də belə bax mömin. Yemək deyilmiş bu həyatın dərdi. İçmək deyilmiş mənim dərdim kişi. Qarnımızın üstündə dava eləyirik, amma bizi bilmirik ki, bizim nə boyda işlərimiz qabaqda gözləyir bizi.